Salam əziz abituriyyentlərimiz, hər vaxtınız xeyir, gününüz uğurlu olsun. Mən ingilis dili müəlliminiz Şinarə müəllim. Demək olar ki, ingilis dili qrammatikasında söz önü deyilən nəhəng bir mövzu var ki, hardasa onların test sayı 200-250-dən artıqdır. Söz önü əzbər, hafizə, göz yaddaşı tələb edir. Daha çox söz önlərini öz boş zamanlarınızda və digər hallarda da işləyə bilərsiniz. Yəni, dərs zamanını gözləmədən. Bugün mən sizlərə din buraxılış imtahanında ən çox ümumişlək olan söz önlərindən bir neçəsini təqdim edəcəm. Gəlin başlayaq. Afraid of, qorxmaq. Afraid of, qorxmaq. And she was afraid of losing her biological daughter, Grace. Good at, mahir olmaq. Good at, mahir olmaq. Not as good at this as Locke. To be interested in, maraqlanmaq. To be interested in, maraqlanmaq. It's the kind of thing we are going to be interested in from now on. To be tired of, yorğun olmaq. To be tired of, yorğun olmaq. Gotta be tired of those fancy shoes anyway. Excited with, heyecanlanmaq. Excited with, heyecanlanmaq. You must be quite excited with what Mitch Sherman told you this afternoon about Gamma 5. Well, Elena, why are you getting so excited over nothing? Depend on, asılı olmaq. Depend on, asılı olmaq. Depend on him to help either. Remember, both of our futures depend on... Rely və siz rely'də hansı söz önünü işlədərsiniz? Əziz abituriyyentlər, bol şans və uğurlar arzu edirəm.